Kim haqlıdır? Hikmət Hacıyev yoxsa mühacir blogerlər? Bugün bu mövzu ətrafında danışacağım. Bildiyiniz kimi yaxın günlərdə Azərbaycan gündəmində, Azərbaycan sosial şəbəkələrində ən çox müzakirə olunan məsələ, hətta Prezident İlham Əliyevin Almaniya səfərindən o məsələ müzakirə olunmazdan daha çox Prezident köməkçisi Hikmət Hacıyevin Almaniyada yaşayan Azərbaycanlı mühacir Tural Sadıqlının obrazında necə deyərlər, bütün mühacirətdə yaşayan, blogerlik fəaliyyəti ilə məşğul olan insanlara verdiyi bir cavab idi. Hansı cavab? Vətənə xəyanət necə gedir cavabı, təbii ki. Gəlin öncə başlayaq mühacirətdə olan video blogerlər haqqında. Bildiyiniz kimi Azərbaycanda bu son 10 ildə, hətta son 10 ildə yox, son 8-9 ildə daha doğru qeyd etsək, mühacirətdə olan kəslərin blogerlik fəaliyyəti ilə məşğul olmaq bir tendensiya halını aldı və bu pandemiya dövründən sonra 2020-ci ildən etibarən daha mütəşəkkil və daha sərt formada bir mübarizə üsuluna döndü. Blogerlik, video blogerlik və buna biz hətta söyüş müxalifəti də bəzən adlandırırıq. Ümumiyyətlə, Azərbaycanda bir çox siyasi kəsim, xüsusilə də Azərbaycanda yaşayan siyasi partiya fəaliyyətinə məşğul olan və yaxud da ki, vətəndaş cəmiyyətinin təmsil olunan bir çox kəsim bu fəaliyyətlərin çox hissəsini və orada olan insanlara görə xüsusilə mən bir-iki nəfəri qeyd etmirəm təbii ki, mütləq əksəriyyəti söyüş ritorikasından istifadə edir və onların bir adı üzərində qaldı söyüş müxalifəti və yaxud da ki, söyüş jurnalistikası ilə məşğul olan insanlar. Bu insanların ümumiyyətlə necə populyarlaşdı və necə ortaya çıxdı? Təbii ki, Azərbaycanda media azadlığını zaman-zaman məhv etməklə. Azərbaycanda əgər media inkişafına dəstək olsaydı, Azərbaycanda əgər müstəqil medianın dayaqları məhv edilməsəydi, Azərbaycanda əgər jurnalistlər, jurnalist fəaliyyəti ilə məşğul olan gənclər həbs olunmasa, müxtəlif yollarla sürgünə göndərilməyə məcbur qoyulmasa və yaxud da ki, müxtəlif təzyiqlərlə, təqiblərlə və onların maliyyə dayaqlarını əllərindən almaqla bu kimi əngəllər yaradılmasa, təbii ki, xaricdə olan bu söyüş müxalifətinə, xaricdə olan bu video blogerlərə bu qədər diqqət, bu qədər baxış olmayacaq. Və bunun birinci növbədə səbəbkarı, həm də günahkarı, həm də əslində bunu necə deyərlər, tetikləyən qruplardan biri elə Azərbaycan hökumətidir. Və yaxud da ki, zaman-zaman onsuz da biz hər bir kəs demək olar ki, öz aralığında danışanda bildirirlər ki, bir çox ümumiyyətlə burada faktlar ola bilər olmasın. Amma bu şübhələr var, əsaslı şübhələr var ki, bu blogerlərin bir çoxu, bəziləri hətta hakimiyyət daxilində müxtəlif qruplardan və yaxud da ki, keçmiş hökumət daxilində, keçmişdə vəzifə tutmuş, ən yüksək ranklı məmurlardan hesab olunan kəslərdən maliyyə almaqla öz fəaliyyətlərini davam etdirir və bir qrup digər bir qrupu söyür və s. və ilə axır. Bunlar zaman-zaman olan şeyləri tək Azərbaycanda yox, bütün dünyadakı dövlətlərdə, ümumiyyətlə, harada ki, böyük məbləğdə pullar varsa, harada böyük həcmdə güc yığılıbsa, bu daxildə güc savaşları, daxildə qruplar arası savaşlar həmişə olur və bu savaşın alətləri də həmişə olur. Bu məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi, mən burada fərdlərə toxunmaq istəmirəm. Bunu öndə qeyd edim. Mənim üçün Tural Sadıqlı, mən iddia edə bilmərəm ki, bu Tural Sadıqlının orada iştirakı və Hikmət Hacıyevin orada ona cavabı əvvəlcədən təşkil olunmuş bir senari idi və yaxud da ki, bir centlmen anlaşması var idi və yaxud da ki, hər hansısa bir gizli, bağlı qapılar arxasında bir anlaşma var idi. Mən elə bir iddia irəli sürmək istəmirəm, çünki mən Tural Sadıqlını şəxsən tanımıram, yaxından heç bir tanışlığım yoxdur və hətta sosial şəbəkələrdə belə bir-birimizin dostluğunda və yaxud da izləyənlər arasında deyilik. Amma təbii ki, zaman-zaman mən YouTube-da Açıq Söz kanalının fəaliyyəti ilə bağlı bəzi videoları izləyirəm, bir çox Azərbaycanlılar kimi, bir çox Azərbaycanda siyasi fəaliyyətdə məşğul olan və yaxud da ki, siyasətlə maraqlanan insanlardan biri kimi. Ona görə də o kanalda gedən bəzi videoları da görüb və sonuncu hətta Hikmət Hacıyevin əleyhinə orada gedən video kadrları da mən izləmişdim. Bundan sonra Hikmət Hacıyevin Tural Sadıqlını özü çağırıb ona cavab verməsi və Tural Sadıqlının bu qədər
hazırlıqsız yaxalanması açığı mənim üçün bir qədər təəccüb doğurdu. Bəli, Azərbaycan hökuməti görünür ki, bəzi məqamlarda heç kəsin proqnozlaşdırmadığı addımlar atır. Məsələn, keçən dəfələrin birində birinci xanım Mehriban Əliyevanın Emin Hüseynova, yəni Mehman Hüseynovun qardaşı Emin Hüseynova verdiyi cavab, məncə bunu heç kəs gözləmirdi. Və yaxud da ki, Prezident İlham Əliyevin yenidən Emin Hüseynova verdiyi cavab ki, dünyada müstəqil mətbuat yoxdur. Və elə bundan 2 gün öncə də Hikmət Hacıyevin Tural Sadıqlıya atdığı o replika. Bunlar, mən düşünürəm ki, bir çox insanlar tərəfindən heç cürə proqnozlaşdırıla bilinməzdir ki, Azərbaycan hökuməti belə bir addım atacaq və görün kimlər cavab veriblər. Prezident, ölkənin birinci adamı, onun xanımı və yaxud da ki, vitse-prezident, yəni rəsmən ölkənin ikinci adamı və prezidentin köməkçisi Hikmət Hacıyev. Görün kimlər video blogerlərə tetatet cavablar verirlər. Təbii ki, bunu heç kəs gözləyə bilməzdi, amma Tural Sadıqlının da bu qədər hazırlıqsız davranması və digər video blogerlər tərəfindən də mən izləyirəm bu yaxınlarda, bu günlərdə və onlar da həm də buna görə Tural Sadıqlını qınayırlar. Bəzi, təbii ki, Facebookda mənim gördüyüm hələ bir neçə post mən görmüşəm ki, bəzi artıq işarələr var ki, Tural Sadıqlı bəlkə də əvvəlcədən anlaşıb hökumətlə ki, amma bir tərəfdən də düşünürsən ki, niyə bir insan özünü bu cür məğlub tərəfdə göstərsin? Yəni, əgər bu debat idisə, bir neçə dəqiqəlik, Tural Sadıqlı orada açıq-aşkar çox böyük bir acı məğlubiyyətlə üzləşdi. Əgər Tural Sadıqlı buna niyə özü getsin? Bu, şəxsən mənim üçün çox maraqlıdır. Və gələk işin ən əsas tərəfinə. Mənim üçün ən əsas tərəf nəyə görə bunu deyirəm? Çünki kiməsə vətən xaini davası vurmaq, xüsusilə də məhkəmə qərarı yoxdursa, xüsusilə də əldə heç bir dəlil, sübut, fakt yoxdursa və dəlil, sübut, fakt varsa da bu ictimaiyyətə açıqlanmırsa, bir daha təkrar edirəm, məhkəmə qərarı ilə təsdiq olunmamış bir halda kiməsə o mühacir olduğuna görə və yaxud da ki, mühacirətdəki fəaliyyətinə görə vətən xaini damğası vurmaq heç də yaxşı bir şey deyil. Biz bunu daha çox elə kitablardan görürük və yaxud da ki, izlədiyimiz filmlərdən biz bunları görürük. Yaşından dolayı şəxsən mən özümdən götürsəm, biz bunu Stalin dövründə kimsə SSR-i tənqid edəndə onu vətən xaini adlandırırdılar. Və yaxud da ümumiyyətlə Kommunist Partiyası dövründə, SSR dövründə insanları çox rahat formada sən vətən xainisən, sən kommunizm düşmənisən, sən sosializm düşmənisən falan kimi azca tənqid edən kəsləri belə çıxdaş etməkdən ötürü, onları sürgünə göndərməkdən ötürü bu cür ittihamlarla vururdular dırnağınızı. Və indi biz hökumətdən də, hökumətin ən savadlı və nisbətən digər məmurlarına nisbətən, hökumətin digər kostyumlu şəxslərinə nisbətən cəmiyyət içərisində bəlkə də ən yaxşı cəmiyyətlə kommunikasiya qurma bacarığına malik, ən yaxşı danışığa malik bir insan tərəfindən, Hikmət Hacıyev tərəfindən insanların vətənə xainlik etmə maddəsi ilə, dövlətə xəyanət maddəsi ilə ittiham etdiyini görmək bir qədər məndə təəccüb doğurur, həm də təəssüf doğurur. Çünki qınaya bilərsiniz Tural Sadıqlının fəaliyyətini, digər mühacir video blogerlərin fəaliyyətini, əgər kimsə orada söyüş ritorikasından istifadə edirsə, kimsə şər atırsa, kimsə böhtan yağdırırsa, kimsə yalan informasiyalar verirsə, bəli, siz onları tənqid edin, istədiyiniz qədər. Siz onların haqqında əgər əlinizdə əsaslar varsa, cinayət məsuliyyətinə cəlb edin. Həm Azərbaycan məhkəmələrində, həm beynəlxalq məhkəmələrə müraciət edin və yaxud da ki, Almaniyada yaşayan mühacirlərlə bağlı. Əgər Azərbaycan hökumətinin əlində dəlil sübutlar varsa ki, Azərbaycan hökumətinin əlində hər hansısa bir faktlar varsa ki, bu mühacir qruplar əslində heç də mühacirət alacaq statusda uyğun insanlar deyil. Bunlar müxtəlif xarici kəşfiyyat orqanları ilə və yaxud da ki, Azərbaycan daxilində hansısa maraq qrupları ilə əməkdaşlıq edib bu cür layihələr, bu cür proqramlar hazırlayırlarsa, bəli, onu təqdim etsinlər və işi məhkəmə yolu ilə həll etsinlər. Yoxsa kimisə təhdidvari formada və yaxud da ki, kimisə təhqir etmək məqsədi ilə aşağılamaq
kimisə vətənə xəyanətdə, dövlətə xəyanətdə ittiham etmək, bunlar bu qədər olmamalıdır, həm də bu qədər rahat olmamalıdır. Bu gün Azərbaycanda elə kimsə hökuməti tənqid edən kimi ona dövlətə xəyanət maddəsi yükləmək, ona vətəni satdın demək, ona bu dövləti maraqlarından əksinə gedirsən demək olmaz. Bu qədər olmamalıdır. Təbii ki, siz iqtidarsınızsa, hakim qrupsuzsa, hakim partiyanın nümayəndələrisinizsə, sizi sevənlər də olacaq, amma həm də sevməyənlər də olacaq. Siz bunu da qəbul etməlisiniz. Bu ölkədə hamı sizi sevə bilməz və yaxud da ki, bu ölkədən küsüb gedən, bu ölkədəki siyasi azadlıqlarla ayaqlaşmayan, qəbul edə bilməyən insanlar çıxıb gedib mühacirətdə yaşayıb, yenə də sizə müxalif mövqedən çıxış edirsə, o demək deyil axı, onlar mütləq formada hansısa kəşfiyyat orqanları ilə əməkdaşlıq edir, onlar dövlətini satır, onlar vətənini satır. Bu o demək deyil. Təbii ki, mənim əlimdə heç bir dəlil, fakt, sübut yoxdur. Amma mən də onu bildirirəm ki, əgər kiminsə əlində dəlil, faktlar, sübutlar varsa, buyurun, açıqlayın cəmiyyətə, öz əlinizdə olan medialarda paylaşdırın bunları. Amma dəlil, sübut, faktlar da. Yoxsa Mir Şahinin çıxdığı Real TV-də danışdıqları ilə yox. Yəni, onlar dəlil, sübut, fakt kimi getmir. İnsanlar onu qəbul belə etmir. Və yaxud da ki, Baku TV-nin o yüksək hərarətli arxa fondakı səslə hazırladığı həyəcanlı ritorika ilə, nitqlə hazırladığı o video senarili bir neçə dəqiqəlik video roliklə yox. Onlar da heç dəlil fakt kimi götürülə bilməz. Heç xalq da ona inanmır. Mən xalqın adından danışmayayım, amma xalqın bir nəfəri kimi, şəxsən mən də o videolara baxanda və yaxud da ki, Mir Şahinin o tekstlərinə baxanda, görəndə mən açığı qarşı tərəfi inanmağım daha çox gəlir. Bir də vətən xaini kimlərdir? Ola bilər təbii ki, xaricdə yaşayan mühacir kəslərdən də bir neçə nəfəri və yaxud da ki, yüzlərlə insanı vətən xəyanət edə bilər. Mən bunu təqzib etmirəm. Ola bilər, bəli. Bütün insanlar heç kəs cavabda yox ola bilməz ki. Amma onları başa düşdük ki, onları qoyduq bir qırağa. Amma əsl vətənə xəyanət nədir? Əsl vətənə xəyanət seçkiləri saxtalaşdırmaqdır. Əsl vətənə xəyanət dövlət büdcəsini oğurlamaqdır. Əsl vətənə xəyanət bu ölkənin təhsil sistemini bu hala salmaqdır. Əsl vətənə xəyanət bu ölkədə minlərlə qazinin hələ də 90 manat məvacib almasıdır. Bəlkə də heç almamasıdır. Qazilər, nə qədər Azərbaycanda qazi? 100-dən artıq qazi Azərbaycanda intihar edib. Haqsızlıqlarla üzləşdiyinə görə. Yüzlərlə qazi intihara cəhd edib Azərbaycanda. Bunların səbəbkarı deyirlər vətənə xəyanət edən insanlar. Bunları da mühacirlər edir. Bunu da Tural Sadıqlı, Mehman Hüseynov, bunu da Qənimət Zahid və s. və ilaxır. Mən indi bir adlarını sadalamaq istəmirəm. Bəlkə Qabil Məmmədov edir, xəbərimiz yoxdur. Mən başa düşə bilmirəm. Ümumiyyətlə, niyə kimisə vətən xaini adlandırma bu qədər rahat olmalıdır? Hər kəs güzgüdə əvvəlcə özünə baxmalıdır. Özü bu dövlət qarşısında, bu vətən qarşısında hansı xidmətlər olub? Təbii ki, Hikmət Hacıyevin pozisiyasından dolayı, yəni bugün tutduğu vəzifədən dolayı vətənə, dövlətə kifayət qədər xidmətləri ola bilər. Təbii ki, prezident köməkçisidir. Azərbaycanda bəlkə də ilk 5, ən pis halda ilk 10 nəfərdən biridir, mən düşünürəm. Bu cür insan təbii ki, vətən qarşısında, dövlət qarşısında kifayət qədər xidmətləri olub və olmalıdır da onların vəzifəsindən dolayı. Amma Hikmət müəllim, gəlin baxaq, seçkiləri kim saxtalaşdırır? Sizin hökumət. Ola bilər siz fiziki olaraq gedib topa bületen atmırsınız, bəli. Ola bilər siz fiziki olaraq gedib kiməsə göstəriş vermirsiniz ki, sən bu insanı mütləq burada seçdirməlisən. Amma sizin təmsil etdiyiniz hökumətin dövründə baş verir bu seçki saxtakarlıqlar. Və bunu bütün insanlar görür. Və bunu bütün ictimaiyyət görür, bunu bütün cəmiyyət görür. Bu qədər insan Azərbaycanda həbsxanalardadır. Siyasi məhbuslarda mən danışıram. Onlar nə cür haqsızlıqlar məruz qalır, bunu cəmiyyət görür. Bu kimin dövründə olur? Sizin dövrünüzdə. Kiməsə böhtan atmaq qrup halında. Qrup halında. Xüsusilə bunu qeyd etmək istəyirəm.
kiməsə cibindən nələrsə çıxarmaq, kiməsə böhtan atmaq, gənc insanları aralarında hətta 20'li yaşların lap əvvəllərində olan insanlar var ki, onları siz şərləyib sizin hökumət, yəni siz deyəndə, sizin hökumət burada düzəliş edir. Şərləyib həbsxanalara atdırıblar. Bu vətənə xəyanət deyil ki, bu ölkənin gələcəyini uçuruma aparmır ki, təbii ki aparır. Onda vətənə xəyanət edən əsl kəslər kimlərdir? Mühacirlərmi? Yoxsa Azərbaycan hökumətinin yanlış siyasəti nəticəsində əmələ gələn və ortaya çıxan problemlər? Bunların məsuliyyətini daşıyan kəslər kimlərdir əsl vətənə xəyanət edən insanlar?